Xoş gəlmisiniz Məryəm xanım, bayramınız mübarək. Təşəkkür edirəm, dəvətiniz üçün təşəkkür edirəm. Bütün gözəl qonaqlarımızı, dəyərli qonaqlarımızı salamlayıram. Ekran başında əyləşib bizə, çayın önündə olub xanım demiş, içərək bizə baxan bütün əzizlərimizi salamlayıram. Bayramlarını təbrik edirəm. İnşallah bu il hər birimizə düşərli olar. 2026 Azərbaycanın ili olsun inşallah. Elə bu münasibətlə də Ali Baş Komandanımızın ailəsini də təbrik edirəm. Bütün əskərlərimizin ailələrini də təbrik edirəm. Şəhid ailələrimizi, qazilərimizi təbrik edirik. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Amin inşallah. Bugündən biz qalib ölkəyiksə, buna görə şəhidlərimizə borcluyuq. Buna görə Ali Baş Komandanımız, cənab prezidentimizə borcluyuq. Və Məryəm, sən demiş, çayları özü də elə-belə içmirlər. Bilirsən də bayramda bizim Azərbaycan xalqı necədir? Bişir, düşür o qədər olur ki, hamının bəli, evində hal-hazırda şirniyyatlar, nə bilim, cürəbəcür, növ-növ yeməklər, bayram ab-havasında elə olur da. Anam 3 gündür pişirir. Biz nə edirik? 3 gündür bir şey də əlavə eləmək istəyirəm. 31 günü ad günü olur. Bütün Azərbaycanda kimin ad günü varsa təbrik edirik. 31 günü bütün Azərbaycan olaraq qeyd edirik və sonra nə edirik? Bütün yeməklərimizi ikisinə, üçünə kimi yeyirik. Bəli, bəli. Allah süfrəmizdə yeməklərimizi əski etməsin. Təşəkkür edirəm. Buyurun, əyləşin Məryəm xanım. Növbəti qonaqlarımızı